Fizik, riyaziyyatçı, kimyager, geoloq və antropoloqdan ibarət heyət açıq havada tədqiqat üçün bir araya gəlmişdilər. Onlar işlərini bitirdikdən sonra dincəlmək üçün yaxınlıqdakı evə yığışdılar. Ev sahibi onlara qulluq etmək üçün evdən ayrıldı. Bu arada tədqiqatçıların diqqətini yerdən 1 metr yuxarıda və altında xırda daşlar olan soba cəlb etdi. Sobanın niyə belə qoyulduğunu gördükdə müzakirələr başlayır. Fizik. Ev sahibi sobanı yuxarıda ona görə qoyub ki, konveksiya yolu ilə otaq qısa müddətdə daha çox isinsin. Kimyager. Soba yüksəkdə qurularaq aktiv enerjinin aşağı düşməsinə kömək edər və beləliklə isinmə daha da tezləşmiş olar. Geoloq. Bura tektonik zona olduğundan zəlzələ baş verməsi nəticəsində sobanın altdakı daşların üzərinə düşməsi evdəki yanğın riskini azalda bilər. Riyaziyyatçı. Soba otağın tam mərkəzində olduğundan isinmə daha düzgün yayılır. Antropoloq. Keçmişdə olan inanca görə od müqəddəs sayıldığından ona hörmət olaraq soba daha da yuxarıda qoyulub. Bu sırada ev sahibi içəri girər, ondan bunun səbəbi soruşulduqda o belə cavab verər. Boru çatmadı onun üçün.